Salam dəyərli uşaqlar, şagirdlər. Bugün növbəti esse mövzusunun izahına baxacağıq. Burada esse birinci mövzunu görürsünüz. Belə, indi mövzunun nədən gedir ona baxaq. What is an important skill a person should learn in order to be successful in the world today? Bugün deyir ki, bir şəxs dünyada uğurlu olmaq istəyirsə, hansı bacarığı deyir öyrənməlidir? Maraqlı bir mövzudur. İndi onunla bağlı yazılmalıdır. Görürsünüz, 3 başlığa bölünübdür. Birinci introduction başlığıdır. Sonra əsas hissədir. Sonra da nəticə. Burada biraz ara çoxdur. Təbii ki, siz bunları bir-birinə yaxın bir paragraf şəklində yaza bilərsiniz. Və təbii ki, minimumda 100 söz verilən mövzuya uyğun olmalıdır. 100 söz olmalıdır. Bax, belə də həm giriş hissəsi, əsas hissə, izah hissəsi, sonra da nəticə. Ya da in conclusion deyib bitirirsiniz. Sizə də qəliblər göndərmişdim, o qəlibə uyğun bax belə yaza bilərsiniz. Misal üçün, some people, bəzi insanlar believe that, inanır ki, it is important to learn communication skills. Yəni kommunikasiya, əlaqə bacarıqlarını öyrənməlidir. While ancaq others think that, digərləri düşünür ki, technical skills are more necessary. Texniki bacarıqlar daha lazımlıdır. According to my mind, mənim fikrimə əsasən, communication skills are the most important for success in today's world. Mənim fikrimə görə ünsiyyət bacarıqları bugünkü dünyamızda ən önəmli, deyək ki, nədir? Uğur üçün ən önəmlidir. I will explain in my opinion in this essay. Bu essaydə fikrimi əsaslandıracağım, izah edəcəm. Firstly, əvvəlcə some individuals suppose that technical skills are essential because they help people to do specific jobs. Əvvəlcə deyir, bəzi insanlar zənn edir ki, texniki bacarıqlar əhəmiyyətlidir. Çünki onlar insanlara xüsusi işləri görməkdə kömək edirlər. Misal üçün, knowing how to use computers or programs can help someone get a good position. Kompüteri necə istifadə etmək, onu və ya proqramları necə istifadə etməyi bilmək insanlara yaxşı bir vəzifəni əldə etməyə kömək edə bilər. Ancaq I think that, mən düşünürəm ki, artıq indi öz fikrinizi verirsiniz. Communication skills are more useful as they allow people to work well with others and express their ideas clearly. Ancaq düşünürəm ki, kommunikasiya, ünsiyyət bacarıqları daha faydalıdır. Çünki onlar insanlara daha yaxşı digərlərlə işləməyə və eyni zamanda öz fikirlərini ifadə etməyə, aydın şəkildə ifadə etməyə nə edirlər? İmkan verirlər, şərait yaradırlar. For instance, misal üçün, successful leaders and managers need to talk and listen effectively. Uğurlu liderlər və menecerlər effektiv şəkildə dinləməyi və danışmağa ehtiyacları olur. Nəticədə in conclusion, also baxmayaraq ki, technical skills, yəni texniki bacarıqların üstünlüyü, faydaları vardır. I personally believe that, mən şəxsən inanıram ki, kommunikasiya skills, yəni bacarıqları uğur üçün daha faydalı deyib, yəni sonda da hardasa verilən fikri təkrar edirsiniz. Biraz da fərqli sözlərlə, sinonimlərlə yaza bilərsiniz. Burada yazanda təbii ki, 100 sözdən çox olacaq, saya bilərsiniz bir-bir təbii ki. Sonda saymaq lazımdır onları. Misal üçün 1, bax burada 1, 2, 3 söz və belə axıra kimi saymalısınız. Minimum 100 söz olur. Hardasa 40-50 sözcük sizə bu qəlibi atmışam, onu əzbərləyib və mövzuya uyğun və 100 sözdən ibarət yazsınız. Təbii ki, tam bal ala bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Belə.